Salamlar, mən bugün sizə kurikulum üzrə hazırladığım növbəti sınağın izahını atmaq istəyirəm. Bu sınaqda isə bilik onun növləri, taksonomiya, təfəkkür mövzuları öz əksini tapmışdır. Bir-bir sualların izahını sizə verəcəm və izaha başlamamışdan əvvəl sizdən kiçik bir xahişim var. Zəhmət olmasa kanalımıza abunə olmağı, videomuzu like eləməyi və aşağıda şərh, komment yazmağı unutmayın. Əvvəlcədən təşəkkürlər, zəhmətə dəyər verdiyinizə görə. Başlayaq birinci sualımızda. Birinci sualda nə istəyir bizdən? Cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Doğrunun adda doğru, yanlışın adda yanlış axtarmalıyıq. Yəni bunlar yeni tipdə suallardır. Qəbul da artıq bu formatda suallar düşür. Ona görə bu tipdə suallar çox hazırlayıram ki, daha rahat mənimsəyə biləsiniz, başa düşə biləsiniz. Deməli, düzgün fikirlər istəyirsə doğrunun adda doğru axtarmalıyıq, yanlışın adda da yanlış axtarmalıyıq. Birincidə deyir, bu bilik məlumat xarakterli bilikdir. Yəni deklarativ bilik. Bəli, bu doğrudur. Biz bilirik ki, deklarativ bilik nədir? Deklarativ bilik declare sözündən götürülüb elan eləmək deməkdir və məlumat xarakterli biliklərdir. Anlayışlar, qaydalar, nə bilim, təriflər, hər hansı bir məlumat toplusunu özündə əks elətdirir. Ümumiyyətlə, yəni özü mühüm informasiyanı özündə birləşdirən bir bilikdir deklarativ bilik və özü də iki yerə bölünür. Spesifik bilikdir, bir də terminoloji bilik. Spesifik bilik dedikdə hər hansı bir ölkə haqqında, nə bilim, tarixi gün, dəqiq məlumatlar, dəqiq yer, dəqiq fakt, yəni bunları özündə birləşdirir spesifik məlumat, amma terminoloji biliklər isə terminlərdir, sırf hər hansı bir sahədə işlənən ifadələrdir, hər hansı bir qaydaya verilən təriflərdir, müəllimlərin istifadə elədiyi terminlər, həkim istifadə elədiyi terminlər, polislərin istifadə elədiyi terminlər, yəni bunlar hamısı terminoloji biliklərdir. Ümidvaram başa düşdünüz. Yəni özüm ümumi məlumat verirəm ki, hər bilik haqqında da məlumatınız olsun. Deməli, bir doğrudur. İkiyə baxaq. Prosedural bilik niyə sualına cavab verir? Xeyr. Prosedural bilik niyə sualına cavab vermir? Prosedural bilik necə sualına cavab verir? Bunu yaddan çıxartmayın. Niyə sualına cavab verən konseptual bilikdir? Çünki nəyə görə prosedural necə sualına cavab verir? Məsələn, deyirəm ki, Vəli testi işləyir. Vəli testi diqqətlə işləyir. Necə işləyir? Yəni prosesdən keçdiyini artıq orada vurğulayır. Proseduralda necəlik olmalıdır. Çünki mən prosesin necə olduğunu bilməliyəm. İşin necə icra olunduğunu bilməliyəm. Necə araşdırma aparıldığını, hansı metod olduğunu, hansı algoritmlə getdiyini, hansı əməliyyat olduğunu bilməliyəm. Çünki orada hər hansı bir necəlik var, hesablama var, meyar var. Hər hansı işi yerinə yetirmək üçün ardıcıllıq var, ölçmə var, hər hansı bir üsul var, təhlil var, icra, tətbiq, yəni bunlar varsa bu prosedural bilikdir. Çünki prosedural bilikdə mütləq və mütləq fəaliyyətin icrası olmalıdır. O da necə sualıyla öz əksini tapır. Deməli, burada niyə yox, necə olmalıdır? İki səhvdir. Üçə baxaq. Konseptual bilik nə üçün sualına cavab verir? Bəli, doğrudur. Konseptual bilik nə üçün, niyə, nə səbəbə kimi suallara cavab verir? Çünki konseptual bilik ümumiyyətlə öz-özlüyündə faktoloji biliklərin arasında əlaqəni yaradan bir yeni bilikdir. O, yəni iki deklarativ bilik arasında əlaqəni qurur. Orada nəzəriyyələr, konsepsiyalar, müşahidələr, modellər, mühakimələr, larlərlər harada gördünüz onlardır. Təsnifatlar, prinsiplər, nə bilim, ümləşmə dediyim, nəzəriyyələr, yəni bunları özündə birləşdirir konseptual bilik və ya da kontekstual bilik də deyilir. Və ya da hər hansı bir abstrakt bilikdir. Sonra iki məlumatı müqayisə eləyirəmsə, hər hansı bir hadisədən səbəb-nəticə əlaqəsi qururamsa, yəni mütləq səbəb və ondan törəyən nəticə varsa, sonra nəyinsə hər hansı bir anlayışın mahiyyətini öyrənirəmsə, strukturlarını bilirəm, modellərini bilirəm, qruplaşdıra bilirəm, öyrənmə prinsiplərini bilirəmsə, bu kontekstual və ya da konseptual bilikdir. Deməli, burada nə üçün sualına cavab verir? Doğrudur, amma yanlışın addadır deyə seçə bilmərik. Üçü çıxdıq. Dördə baxaq. Prosedural bilik dedikdə dərk edilən bilik başa düşülür. Xeyr, dərk edilən bilik dedikdə deklarativ bilik başa düşülür. Çünki deklarativ bilik biz dedik ki, məlumat xarakterli bilikdir.
Hər hansı bir anlayış var, dərk edilmə var. Hər hansı bir problemi həll eləmək üçün orada yığılan məlumatlar toplusu var. Nə bilim, təriflər var, faktlar var, terminologiyalar var. Yəni bunlar hamısı deklarativ bilikdədir. Ona görə yanlışdır və yanlışın haqqında da yanlış verdiyinə görə biz onu doğru götürürük. Deməli cavab 1-4-dür. Yox, əgər desəydik ki, cədvələ səsən səhv fikri seçin, onda 2 ilə 3-ü götürərdim. Doğrunun haqqda yanlış, yanlışın haqqda da doğru olanı götürmüş olardı. Özüm və belə deyəcəm ki, yadınızda qalsın. Keçək ikinci sualı. Xassiyeri tamamlayın. Və əvvəlcədən onu sizə deyim ki, bu tipli suallarda buna çəngəl sual da deyilir. Çünki çəngəl kimidir. Təsnif etmək, öz sözlərinə izah və ümumi fərq verir. Və yaxud da belə olan da 3 dənə fikri də verə bilər. Və yaxud da təsnif etmək sözünü yazmır, öz sözlərinlə izah, ümumi fərq fikrini yazır. Və yaxud da təsnif etmək öz sözlərinlə izahı yazır, ümumi fərq fikrini yazmır. Və yaxud da təsnif etmək ümumi fərq sözünü yazır, öz sözlərinlə izah sözünü, fikrini yazmır. Yəni mütləq birini boş qoya da bilər, qoymaya da bilər. Yəni bu formatda olur. Yəni bunlar bu o deməkdir ki, 3 dənə fikri birləşdirən bir ideya var, fikir var. Deməli, təsnif etmək, öz sözlərinlə izah, ümumi fərq. Ümumiyyətlə, öz sözlərinlə izah görəndə bilin ki, bu anlamadır. Çünki mən başa düşmüşəmsə öz sözümlə izah eləyə bilərəm. Və ümumi fərq sizcə hansı bilikdir? Əlbəttə ki, kontekstual bilik və kontekstual bilikdə yadda saxlayın ki, 99,9% anlama mərhələsinə aid olmuş olur. Yəni bu testlərdə də elə götürür. Çünki mən iki məlumat arasında əlaqə qura bilirəmsə, onları müqayisə eləyə bilirəmsə, deməli mən onu anlamışam. Təsnif edə bilirəmsə, anlamışam. Öz sözümlə izah eləyə bilirəmsə anlamışam. Deməli, bu anlama mərhələsinə aiddir və biz 1, 2, 3, 4, 5, 6-nın içində anlama mərhələsini axtarmalıyıq. Baxaq, eyni müstəvidə müqayisə və eyni müstəvidə ümumiləşdirmə. Bəli, doğrudur. Anlama mərhələsində eyni müstəvidə müqayisə olur. Məsələn, deyirəm ki, Nizami Gəncəvi ilə Füzulini eyni müstəvidə müqayisə eləyirəm. Amma təhlildə birini ön plana çıxarıram. Məsələn, deyirəm ki, şeirin təsirli misralarını müəyyən elə. Bu anlamadır. Amma deyirəm, şeirin ən təsirli 2 misrasını müəyyən elə. Yəni, oradan artıq mən birini önə çıxardıram. Bu olur təhlil mərhələsində. Məsələn, deyirəm ki, Türkiyə ilə Amerikanın əskərlərini müqayisə elə. Bu anlamadır. Amma deyirəm ki, Türkiyə ilə Amerikanın əskərlərini, belə deyək, güclərinə görə müqayisə elə. Görsən, nəyinisə önə çıxarsan, gücünü önə çıxarsan. Bayaqları anlamada ümumi fərqləndirməkdir, amma təhlil etmədə xüsusi fərqləndirmə olur. Anlamada oxşar fərqli cəhəti çıxarsan, amma təhlil etmədə daha vacib məqamı, daha vacib olan cəhəti önə çıxartmış olursan. Çünki anlamada sadəcə mövzunu anladığını sən göstərmiş olsan, sadəcə 2 obyektin xüsusiyyətini müəyyən edirsən. Amma təhlildə artıq sən verilənləri bir-birindən ayırt eləyə bilsən, bir-birindən fərqləndirə bilirsən, hansının daha çox təsirli olduğunu bilsən, hansının daha az təsirli olduğuna müəyyən diqqət yetirə bilirsən. Yəni, hər hansı bir meyarı önə çıxartsan, digəri isə arxa planda qalmış olur. Deməli, birinci anlamaya aiddir, doğrudur. 2-də deyir, öyrənilənləri vəziyyətə əsasən canlandırıb icra etmək. İcra sözü varsa tətbiqdir. Çünki biz demişik ki, taksonomiya mərhələndə bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə, yaratma o mərhələlərdə biz öyrənmişdik ki, tətbiq prosedural biliyi özündə əks elətdirir. Yəni, mövcud olan bir şeydən yeni bir şey hazırlayırsan. Baxın, tətbiqlə yaratmanın fərqi odur ki, tətbiqdə mövcud olan bir şeydən yeni bir şey yaratsan. Amma yaratma mərhələsində mövcud olmayan bir şeydən yeni bir şey yaratsan. Və tətbiqdə mütləq sən hər hansı bir işi icra eləməlisən, ölçməlisən, nə bilim, qaydalara riayət eləməlisən, düstur var orada, hər hansı bir işi icra edəndən sonra ondan istifadə edirsən, hesablama aparırsan və s. və s. Yəni, icraat olmalıdır orada. Prosedurallıq olmalıdır. 2, ona görə tətbiqli çıxırıq. Sonra əsərin qısa xülasəsini verir. Bəli, anlama mərhələsində olanda mən onun qısa xülasəsini verə bilirəmsə, deməli, mən artıq onu anlamışam. Və anlama biz dedik ki, hansı bilikdir? Konseptual bilikdir. Gördünüz, anlamanı tapa bilmirsiniz, bilik vasitəsilə onu tapa bilərsiniz. Yəni, kontekstual bilikdir. Kontekstual bilikdə biz çünki dedik ki, mən hər hansı bir
əsərdən bir nəticəyə gəlirəmsə, sonra hər hansı bir əsərimmi deyim, insanımı, üslubunu müəyyən eləyə bilirəmsə, fərqli şəkildə ifadə eləyə bilirəmsə, öz sözümdən izah eləyə bilirəmsə, ümumi fərqi tapa bilirəmsə, məlumatı bir formadan digərinə çevirə bilirəmsə, şəklə baxıb danışa bilirəmsə, sonra sadə anlayışların fərqini bilirəm, təsnif eləyə bilirəmsə, bu köhnə biliklərlə yeni biliklər arasında əlaqə yarada bilirəmsə, deməli mən artıq onu anlamışam. Deməli 3 düzdür. Refleksiyanın düzgün aparılmasına xidmət edir. Refleksiya nədir? Mən həmən belə deyək də oxuduğumu dərk eləməyim. Oxuduğumu dərk eləmək hansı biliyə aid olmuş olur? Əlbəttə ki, metakognitiv. Çünki metakognitiv bilik artıq öyrəndiyini dərk eləməyin deməkdir. Artıq öyrəndiyini sən beynində öz strategiyana əsasən beyninə daha da möhkəmlətməyin deməkdir. Yadında daha yaxşı saxlamağın deməkdir. Özünü tanımağın deməkdir. Səmərəli öyrənmək deməkdir. Metakognitiv bilik. O da dəyərləndirmə mərhələsindədir. Çünki dəyərləndirmə mərhələsində olan insan artıq belə deyək də düzgünü səhvi tuta bilir. Refleksiyanı düzgün apara bilir. Bilir ki, bu belə işi görəndə daha hansı işi görsə, yəni işi hansı cürə görsə daha yaxşı yadında qalar. Yəni məntiqiliyi düzgün yoxlaya bilir, düzgün arqumentlə izah eləyə bilir. Məsələn, deyirsən ki, sən bu işin təsirini necə qiymətləndirirsən, necə görürsən, sonra verilən məlumatı qiymətləndirməyə bacarır, nəyinsə gedişinə olan təsiri müəyyən eləyə bilir, sonra mövqesini göstərə bilir, şagirdlərin özlərini mühakimə etmələrinə zəmin yarada bilir. Yəni dəyərləndirmə artıq refleksiya, dərk eləməyə zəmin yaratmış olur. Deməli, dördüncümüz də dəyərləndirmək oldu. Hər birinin üstündə ətraflı izah verirəm ki, daha yaxşı yadda qalsın. Sonra köhnə biliklərlə yeni biliklər arasında əlaqə, bayaq dedik, köhnə biliklə yeni bilik arasında mən əlaqə yarada bilirəmsə, deməli bu konseptual bilikdir. Konseptual bilikdə nədir? Anlamadır. Hekayəni oxuyub ümləşdirə bilirəm. Ümləşdirmə hardaydı? Anlamadaydı və kontekstual bilikdədir. Kontekstual bilikdə də biz dedik ki, anlamalar, sonra nə bilim qruplaşmalar, prinsiplər, modellər, nəzəriyyələr, strukturlar, faktoloji biliklər, bunlar hamısı kontekstual bilikdədir. O da anlama mərhələsinə aiddir. Ümumiyyətlə həmişə biliklə əlaqələndirin, onda avtomatik cavab çıxır. Ona görə burada olacaq 1, 3, 5, 6. Üçüncü suala keçək. Cədvələ əsasən düzgün fikri müəyyən edin. Doğrunun adda doğru, yanlışın adda yanlış axtarmalıyıq. Öyrəndiklərinin sxem üzərində tətbiqi. Bəli, məntiqi təfəkkürdür. Öyrəndiklərimi sxem üzərində tətbiq edirəm. Bəli, məntiqi təfəkkürdə biz dedik ki, əsasən riyazi bacarıqlar, riyaziyyata aid olan ifadələr əsasən məntiqi təfəkkürdədir. Çünki mən məntiqi təfəkkürdə artıq hesablama apara bilirəm, sxem qura bilirəm, qrafiklə işləyə bilirəm, nəticə çıxara bilirəm, nəysə müəyyən eləyə bilirəm, hekayəni oxuyub ümləşdirə bilirəm. Yəni bu məntiqi təfəkkürdür. Bir doğrudur. İdraki fəaliyyətlə bağlı biliklər tənqidi təfəkkürdür. İdraki fəaliyyət nədir? Yəni özümün başa düşdüyüm biliklər. Ümumiyyətlə idraki bilikləri görəndə, idraki sözünü görəndə tənqidi təfəkkürü axtarın, bir də metakognitivi axtarın. Yaddan çıxartmayın, bax bu dediyimi. Çünki testə salıb sizi çaşdıra bilərlər. Baxın, idraki bilik, strateji bilik, sonra tənqidi təfəkkür, bir də metakognitiv. Bax, bu dediklərimi bir də özünüzdə qeyd eləyin. Deməli, idraki bilik, çünki idraki bilik çox adam görəndə deklarativə qaçır, elə götürməyin. İdraki bilik, İdraki sözünü öz sözündən yadda saxlayın. Öz biliyim. Yəni özümün başa düşdüyüm bilik. Öz sözü varsa, yəni özüm artıq başa düşmüşəmsə, bu metakognitivdir. Yəni özüm artıq strategiyasını bilirəm və tənqidi təfəkkürdür. Bunu yaddan çıxartmayın. Deməli, idraki bilik, tənqidi təfəkkür, strateji bilik, metakognitiv, yəni bunlar olur tənqidi təfəkkür. Deməli, doğrunun adda doğrudur. 1-2-də cavabımız A bəndi. 3-də nə deyir? 21-ci əsrin tələbi yaradıcı təfəkkürdür. Bəli, müasir dövrün
tələbi yaradıcılıqdır. Əvvəllər deyirlər məntiqi təfəkkür, yaradıcı təfəkkür, tənqidi təfəkkür. Tənqidini axıra qoyurdular. Amma artıq məntiqi tənqidi yaradıcı deyirlər. Yaradıcı təfəkkürü ön plana tuturlar. Əvvəllər taksonomiya, bilmə, anlama, təhlil, tətbiq, təhlil, yaratma, yəni sintez edilər və dəyərləndirmə axırda götürülürdü. Amma indi dəyərləndirmə ilə yaratmanın yeri dəyişilib, bilmə, anlama, tətbiq, təhlil, dəyərləndirmə, yaratma götürülür. Yəni yaratma axırdadırsa, deməli yaradıcılıq daha ön plandadır və bu da doğru addımdır. Çünki şagirdləri yaradıcılığa yönəltmək daha məqsəd uyğundur. Bu da doğru fikirdir, amma yanlışın haqqında seçənmərəm. Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. Bu nədir? Konvergentdədir. Ümumiyyətlə konvergent, divergent nə deməkdir? Konvergent, divergentdə kon sözündən yadda saxlayın ki, kon yəni bir yoldur, kon birləşdirir. Divergent, yəni iki yolla gedir. Konvergent olanda, yəni bu düşüncəyə malik olan şəxslər problemi bir yolla həll etməyə çalışırlar. Amma divergent olanlar problemi həll eləmək üçün müxtəlif həll yollarına can atırlar. Müxtəlif və yeni həll yollarına can atırlar. Bir neçə həll yol axtarırlar. Və ondan əlavə divergentdə dediyim kimi onlar iki yolla, yəni iki yol, daha çox yolla gedirlər. İndi özünüzə sual verirəm, özünüzə cavab verin. Konvergent daha tez həll yolu tapar, daha tez nəticəyə çatar. Ya divergent, əlbəttə ki, konvergent. Çünki konvergent bir yolla gedir, tez nəticəyə çatır. Amma divergent bir neçə yolla gedir, gec nəticəyə çatır. Elə yadda saxlayın. Yəni bir insan, biri var bir yolla gedir, biri var 15 yolla gedir. Ondan da gedir, bundan da gedir. Əslində yəni pis şey deyil divergent. Elə insan var ki, divergentdir. O yolla da axtarır, bu yolla da axtarır, amma gec nəticəyə çatır. Amma konvergent bildiyi bir yol var, ondan gedir, deyir, neyindən başqa yolu. Amma divergent deyir ki, qoy araşdırım, görüm ayrı yollar varmı? Yəni divergent, daha doğrusu divergent olanlar dediyimiz kimi yeni yol axtarırlar, yeni yolların istifadəsini üstünlük verirlər, əlavə fikirlər tapmağa meyilli olurlar. Sonra divergent düşüncələr problemi tez həll etməkdə çətinlik çəkirlər, gec həll edirlər. Çünki problemə bir necə həll yolu ilə yanaşırlar və buna da əlbəttə çox vaxtları gedir və bu səbəbdən də nəticəyə gec çatmış olurlar. Ondan sonra nə var? Nəticəyə dediyimiz kimi hər hansı bir problemi həll eləmək üçün əlavə alternativlər axtarırlar. Alternativ nədir? Əlavə yollar deməkdir. Yəni yeni yolların istifadəsinə daha çox üstünlük verməyə can atırlar. Amma konvergentdə olanlar tez nəticəyə gəlmək qabiliyyətləri yüksək olur. Çünki onlar necə olurlar? Nəticəyə tez çatırlar. Çünki onlar istifadə olunan yollara can atırlar. Sınanmış yoldan istifadə edirlər. Bir həll yolu tapırlar və əvvəl tapdıqları yolla da gedirlər və indiyənədək istifadə olunan yollar onlar üçün daha məqsədə uyğun hesab olunur. Əlavə fikirlər tapmağa əziyyət çəkməyi sevmirlər, əziyyət çəkmirlər və onlara qədər istifadə olunan, yəni yollardan istifadə etməyə daha çox can atmış olurlar. Bu səbəbdən də nəticəyə tez çatırlar, çünki bir mümkün həll yolundan istifadə edirlər. Ümidvaram, yəni fikrimi başa düşdünüz. Burada da deməli tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur, konvergent, çünki divergent gec nəticəyə gəlir. Doğru fikirdir, amma yanlışın haqqında seçə bilmərik. Ona görə 1-2-dir cavab. Amma şərtdə desəydik ki, cədvəlasiyədən səhv fikri seçin, onda cavabı 3-4 götürərdik. Keçirik dördüncü suala. Dördüncü sualda deyir ki, tez nəticəyə gəlmək bacarığı aşağı olur. Əlbəttə ki, bu bizdə nə istəyir? Cədvələ əsasən səhv fikir istəyir. Deməli, doğrunun haqqında yanlış, yanlışın haqqında da doğru axtarmalıyıq. Deyir, tez nəticəyə gəlmək bacarığı aşağı olur. Bəli, divergent, incə dedi, divergent gec nəticəyə gəlir. Niyə? Çünki əlavə yollar axtarır, alternativlər axtarır, yeni yollar axtarır, əlavə fikirlər axtarır, gedir nəticəyə çata bilmir. Elə o yollar, bu yollar, bu yollar gec çatır. Divergent, bu doğrudur. Doğrunun haqqında doğru, yanlışdır. Çünki bizdən səhv istəyir. Hər hansı bir problemin həlli yolu ilə bağlı alternativlər axtarır. Bəli, incə dedi, əlavə fikirlərə meyillidirlər. İdeya toplamağı sevirlər. Əlavə ideyalar olsun. Ondan da öyrənim, bundan da öyrənim ki, daha yaxşı yadda qalsın. Çox saylı perspektivlərdən belə deyək də baxırlar. Bir yolla baxmırlar. Müxtəlif yollar axtarırlar, müxtəlif perspektivlər axtarırlar. Çox saylı perspektivlər axtarırlar, yeni yollar axtarırlar, alternativ axtarırlar. Yeni həll yollar onlar üçün önəmlidir. Deməli,
Bu da doğrudur, amma doğrunun hatta doğru bizdən səhv istəyir deyə bunu da çıxırıq. Deməli cavab 3-4-dür D bəndi. Gəlin onlara baxaq. Yanlış verim. Yanlışın hatta deməli doğru varsa, deməli bizim cavabımız bu olur. Daha yaxşı yadda saxlamaq yolları metakognitiv biliyə aiddir. Bəli, doğrudur, amma yanlışın hattadır deyə səhvdir. Bəli, elə bu da bizdən səhv istəyir. Hər hansı qaydanın tərifi terminoloji bilikdir. Doğrudur, amma yanlışın hatta deyil, səhvdir. Deməli, bizdən də səhv istəyir deyə cavab 3-4 götürürük. Metakognitiv bilik, bayaqlar dedik ki, nədir? Metakognitiv bilik ümumiyyətlə özünün öz strategiyan olmağıdır, insanın öz-özünü tanımasıdır, daha möhkəm yadda saxlamaq yollarına yiyələnməkdir, şagirdin özünü öyrənməsi haqqında bilikdir, incə dedik, idraki bilik, tənqidi təfəkkür, strateji biliklər metakognitiv bilikdədir, sonra özünə xas yolun varsa, üzr istəyirəm, özünə xas yolun varsa, insanın özünün zəif və güclü tərəflərini tanıya bilirsə, insan öz-özündə hədəf qoya bilirsə qarşısına, səmərəli öyrənmə yolları tapa bilirsə, bu metakognitiv bilik olur. Bəs terminoloji bilik nədir? İncə dedik ki, terminlər varsa, bu terminoloji bilikdir və deklarativ biliyin növüdür. Deklarativ biliyin digər adı faktolojidir. Və iki yerə bölünür dedik, spesifik və terminoloji bilik. Spesifik biliklər dəqiq məlumatlardır, hər hansı bir yer haqqında, ölkə haqqında olan məlumatlardır. Terminoloji biliklər isə terminlərdir, hər hansı bir sahədə istifadə olunan sözlərdir, terminlər. Deməli, burada cavabımız 3-4 olur. Keçək 5-ci suala. 5-ci sualda doğru fikirləri seçin deyir. Baxın, hesablama zamanı qiymət tapmaq. 2-də deyir, hesablama zamanı ən böyük qiyməti tapmaq. Mən bayaqları izah elədim ki, anlama ilə təhlildə necə izah elədim? Anlama mərhələsinə, təhlil mərhələsinin fərqi ondadır ki, anlama mərhələsində sən sadəcə mövzunu anladığın kimi göstərsən, amma təhlildə verilənləri bir-birindən fərqləndirirsən. Anlamada eyni müstəvidə müqayisə edirsən, təhlildə fərqli müstəvidə müqayisə edirsən. Anlamada eyni müstəvidə ümumiləşdirirsən, təhlildə fərqli müstəvidə ümumiləşdirirsən və birini önə çıxartsan. Məsələn, deyirəm ki, necə deyirəm? Deyirəm ki, şagird Nizami və Füzulinin yaradıcılığını müqayisə edir. Deməli, bu anlamadır. Amma deyirəm, şagird Nizami və Füzulinin yaradıcılığını Venn diaqramında müqayisə edir. Venn diaqramında müqayisə edirəmsə, deməli, mən artıq onu təhlil edirəm. Biri ön plana çıxır, biri arxa planda qalır. Yəni, anlamada eyni müstəvidə müqayisə edirəm, birini o birindən seçmirəm, ayrı seçkilik yaratmıram. Amma təhlildə ayrı seçkilik yaratmış oluram. Belə yadda saxlayın. Məsələn, deyirəm ki, şeirin təsiri misrasını müəyyən eləmək. Bayaq dedim, anlamadır. Şeirin ən təsirli misrasını müəyyən eləmək təhlildir. Hesablama zamanı qiymət tapmaq anlamadır. Hesablama zamanı ən böyük qiymət tapmaq təhlildir. Azərbaycan-Ermənistan hərbi qüvvələrini fərqləndirəmsə anlamadır. Azərbaycan-Ermənistan hərbi qüvvələrini idarəçilik formalarına görə fərqləndirəmsə təhlildir. Yəni, mən bunu kitabımda da bu formatda qeyd eləmişəm ki, daha yaxşı yadda qalsın. Çünki anlama ilə təhlili qəbulda çox salırlar. Deməli, 1 ilə 2 səhvdir. 3-də deyir, müəllifin əsərə münasibəti təhlildir, bəli, doğrudur. Təkliflər paketi hazırlamaq, yaratmadır, doğrudur. Toplanılan təcrübəni hansısa fəaliyyət üzərində həyata keçirmək, tətbiqdir, doğrudur. Əsərdəki obrazların adlarını soruşmaq, bilmədir, doğrudur, cavab D bəndidir. Gəlin, bunlar haqqında da məlumat verək. Təhlil ümumiyyətlə nə demək oldu? Təhlil, yəni 3-cünü deyirəm, müəllifin əsərə münasibətini deyir burada. Yəni, müəllifin mövqeyini müəyyən edirəmsə, mən deməli onu analiz edirəm. Birini ön plana çıxarıram, birini arxa plana tullamış oluram. Amma məsələn, belə deyək də, burada əgər mən təhlil eləyirəmsə, dediyim kimi, təhlildə mütləq təcrübələr aparıb nəticələri mən izah eləməliyəm. Mütləq hər hansı bir fikirləri ixtisar eləməliyəm ki, önəmli olan üzə çıxsın. Ən önəmli olan üzə çıxardıram. Sonra qaydanı bir-birindən geniş şəkildə fərqləndirirəm. Sonra məqamları qeyd edirəm, məqamları səciyyələndirirəm təhlildə. Bəs yaratma mərhələsində nə edirəm? Yaratma mərhələsində əlbəttə ki, yaradıcı təfəkkürə aiddir. Mən mövcud olmayan bir şeydən yeni bir şey hazırlayıram. Tətbiqdə mövcud olan bir şeydən yeni bir şey hazırlayıram. Yəni, əlimdə olan bir şeydən. Amma yaratmada əlimdə olmayan bir şeydən yeni bir şey yaratmış oluram. Bu da mənim təxəyyülümün məhsulundan əsaslanır. Daha doğrusu, təxəyyülümün məhsulundan əsasən ortaya çıxır. Məsələn, əvvəllər olmayan bir şeydən özümə xas
yeni bir şey qururam, yeni təlimatlar, özümdən nəsə yaradıram, əsərə öz baxış tərzim, yeni yol, sonra layihə hazırlayıram, fərqli dəyişikliklər eləyirəm, sonra nə deyə bilərik, problemi alternativ həll yollarını irəli sürürəm. Yəni bunlar da olur yaratma. Bəs tətbiq nədir? Tətbiq dedik ki, prosedural biliyə aid olan idi. Yəni mən burada mövcud olan bir şeydən nədənsə yeni bir şey yaradıram. Məsələn, mən burada hər hansı bir işi həll eləyirəmsə, hər hansı bir rolu ifa edirəmsə, səhnələşdirirəmsə, biliyi tapşırıq üzərində həyata keçirirəmsə, kimyəvi proses modelləşdirirəmsə, sxem hazırlayıramsa, bacarıq, alqoritm, ölçmək, icra, həyati bacarıqlar və s. və s. bunlar tətbiqə aiddir. Bəs bilmə nədir? Bilmə hafizəyə əsaslanandır, deklarativ biliyə aiddir. Yəni mənim bildiyim, beynimdə olan şeylər. Məsələn, mənə sual verilir ki, bu kimdir, o nədir, ismin hansı növləri var? Yadımda varsa deyə bilirəm. Məsələn, deyirəm ki, bizdən nəyəsə soruşublar, onu yadım. Məsələn, deyirəm, ən böyük dəniz hansıdır, ən hündür dağ hansıdır? Yəni yadımda qalıbsa mən onu deyə biləcəm. Deməli, bu da bilmə olur. Burada cavab D bəndidir. Keçirik 6-cı sualımıza. 6-cı sualda bizdən nə istəyir? Deyir, cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Deməli, doğrunun adda doğru, yanlışın adda da yanlış axtarmalıyam. Baxaq, müxtəlif anlayışlar arasında oxşar xüsusiyyətləri tapır. Bəli, analogiyada oxşar xüsusiyyətləri tapmaq deməkdir. Yəni, analogiyada əsasən belə deyək, oxşar və bir-birinə bənzər fikirlər analogiyada daha çox ön plana çıxmış olur. Çünki mən müxtəlif anlayışlar arasında oxşar xüsusiyyətləri tapmaq istəyirəm. İki məsələ arasında eyniliyə əsaslanmaq istəyirəm. Eyni vəziyyətdə olan şəxsləri və ya hadisələri müqayisə eləmək istəyirəm. Bir növ belə deyək də, cəhənnəmə gedən özünə yoldaş axtarır. Bax, bu da ona aid olan bir belə yadda saxlayın ki, yəni eynidir. Məsələn, deyək, müəllim kimdənsə dərs soruşur, sən o dərsi bilsən, o biri də o müəllim ondan soruşur, amma səndən yox, deyəcək, müəllimə də cavab verə bilərəm də onun kimi. Burada yəni paxıllıq deyil, sadəcə eyni müqayisə olur, eyni müstəvidə müqayisə olur. Bu analogiyadır. Yəni fikir, məfhum, hadisələr arasında oxşarlıq, uyğunluq, bənzəyiş varsa bu analogiyadır. Bir doğrudur, doğrunun adda doğru, düzgündür. Fikrə deyil, fikri səsləndirən şəxsi mühakimə etmək əlbəttə ki, şəxsi qərəzliyə aid olmuş olur. Çünki məntiq xatalarının içində biz şəxsi qərəzlik keçmişdik ki, şəxsi qərəzlikdə fikrə deyil, fikri səsləndirən şəxsi mühakimə edirsən. Qarşıdakının ideyasını qəbul eləmirsən. Fikri səsləndirən şəxsə qarşı qərəzli münasibətin olur. Yola getmədiyin bir insana qarşı sənə etiraz edirsən burada. Yoldaşına etdiyi əmələ görə xoş münasibət bəsləmirsən. Şagirdlər qrup işində deyilən fikrə münasibət bildirən zaman bir-birinə olan münasibətdən çıxış edirlər. Yəni bir-birini görəndə elə bir qara pişik görürlər. Bax belə. O şəxsi qərəzlikdir. Cəmiyyət tərəfindən qəbul edilmək yox. Cəmiyyət tərəfindən qəbul edilməkdə çoxluq plus nümunədir. Çoxluğun qəbul etdiyinin yaxşı olduğunu düşünməyindir. Bu olmaz. Deməli, doğrunun adda yanlışdır. Yanlışa baxaq. Əlavə fikirlər tapmağa meyillidir. Bəli, bayaq dedik, divergentlər əlavə yollar axtarırlar. Əlavə, belə deyək də, yeni yol, yeni yollar onlar üçün önəmlidir. Perspektivi yollar onlar üçün önəmlidir. Daha gec nəticəyə gəlir. Doğrudur, amma yanlışın addadır, seçə bilmərəm. Bir-iki nümunəni bütün qrupa aid eləmək özünü bənzətmək deyil, həddən artıq ümumiləşdirmədir. Çünki həddən artıq ümumiləşdirmədə biz demişdik ki, nümunə plus çoxludur. Yəni bir-iki nümunəni hər kəsə, bütün qrupa aid eləmiş olursan, həddən artıq ümumiləşdirmədə əsasən onlar ön planda olur. Yəni, belə deyəkdən, nümunə plus çoxluqdur. Sən nümunəyə baxıb, onu çoxluğa aid edirsənsə, bu həddən artıq ümumiləşdirmədir. Amma çoxluğa baxıb, onu nümunəni ona əlavə edirsənsə, bu cəmiyyət tərəfindən qəbul edilmədir. Bunları testlər üzərində də ətraflı izah eləmişəm, maksimumda time'də də, yəni oradan da baxa bilərsiniz. Təfəkkür mövzusunda izah eləmişəm bu mövzulara aid testləri. Linklərini paylaşaram bu videonun altında baxarsınız. Deməli 6-da cavab nə oldu? Yəni 4-cümüz oldu yanlışın adda yanlış. Deməli doğrudur. Cavab oldu 1, 4.
Y bəndi. 7-ci suala baxaq. Deyir ki, aşağıdakilərdən biri doğru deyil. Artikulyasiya səviyyəsi psixomotor taksonomiyaya aid ifadədir. Bəli, bu doğrudur. Eyni müstəvidə müqayisə anlama mərhələsinə aiddir. Doğrudur. İmitasiya səviyyəsi emosional taksonomiyaya aid ifadədir. Xeyr, imitasiya səviyyəsi psixomotor taksonomiyaya aid olan ifadədir. Deməli, cavabımız C bəndidir. Cavab vermə səviyyəsi şagirdin dərs müddətində aktiv iştiraki deməkdir. Bəli, bu da doğrudur. Məqbul saymaq səviyyəsində isə fəaliyyətində iştiraka daha həvəsli olmaq ön planda olur. Bu da doğrudur. Bizdən doğru olmayan istəyir, o da C bəndidir. Ümumiyyətlə, bu artikulyasiya, imitasiya bunlar nə deməkdir? Bunlar emosional və psixomotor taksonomiyanın yeni növləridir. Emosional taksonomiyanın yeni növləri hansılardır? Məqbul saymaqdır, reaksiya vermək və ya cavab vermək də deyirlər. Sonra dəyərləndirmək, təşkil etmək və beşincisi xarakterizə etməkdir. Bəs psixomotor taksonomiyanın səviyyələri hansılardır? İmitasiyadır, manipulyasiyadır, dəqiqlikdir, artikulyasiya və təbiiləşmədir. Gəlin baxaq görək bunlar nədir? Bunları ancaq video izahda da vermişəm. Onda video linkini paylaşıram, baxarsınız. Məqbul saymaq nədir? Məqbul saymaq, yəni hər hansı bir fikri qəbul edirəm, hər hansı bir fikri belə deyək də, hər hansı bir təlim prosesində iştirak etmək üçün mən stimullaşdırılıram, həvəsləndirilirəm, yeni informasiyalara açıq oluram, dinləməyə meyilli oluram. Bəs reaksiya vermək və ya cavab vermək nə deməkdir? Mən artıq burada müzakirə aparıram, suallara cavab verirəm, prosedura əməl edirəm, informasiyanı məruz eləyirəm, sinif müzakirələrində aktiv iştirak eləyirəm. Bəs dəyərləndirmə nədir? Dəyərləndirmədə mən artıq belə deyək də, şagirdin hər hansı bir əşya və hadisənin dəyərləndirilməsinə və ona əhəmiyyət verməsinə xidmət edir. Yəni, məsələn, cütlərlə iş zamanı yoldaşlarıma dəstək oluram, digər yoldaşlarıma hörmət edirəm, yoldaşlarımla bölüşürəm, obyektin dəyərini mühakimə edirəm və s. Və təşkil eləmək nədir? Təşkil eləmək artıq metakognitiv biliyi özündə tam formada əks elətdirirsən. Yəni, bu dəyərləri şagird davranışında artıq əks elətdirmiş olur və ömür fəlsəfəsinə çevirmiş olur. Ömür fəlsəfəsi yəni həyatında tətbiq edir. Yəni, dəyərləri sintez eləyir, dəyərləri əlaqələndirir, özünün güclü tərəfini bilir, dəyərləri tamamlaya bilir, özünün bacarıqlarına uyğun karyera planlaşdıra bilir. Bəs xarakterizə etmək nədir? Xarakterizə etməkdə artıq mən davranışları nəzarətdə saxlaya bilirəm və həyat tərzimə uyğunlaşdıra bilirəm və dəyərlər sistemi vərdişə çevirmiş oluram. Məsələn, hər hansı bir oxuduğum bir şeyi yoxlayıram, hər hansı bir belə deyək də məsələyə təsir göstərə bilirəm, mənfi və müsbət, məsələni həll edə bilirəm özümə xas şəkildə, problemi həll etmək üçün obyektivlik nümayiş elətdirirəm, müstəqil işləyib hər tərəfli düşünə bilirəm, özümə inam nümayiş elətdirə bilirəm, insanları daxili keyfiyyətinə görə qiymətləndirə bilirəm, insanları necə göründüklərinə görə yox, məhz necə var el olduqlarına görə qəbul edə bilib dəyərləndirə bilirəm. Deməli, bir daha təkrar edin, emosional taksonomiyanın səviyyələri hansı oldu? Məqbul saymaq, reaksiya vermək və ya cavab vermək, üçüncüsü dəyərləndirmə, dördüncüsü təşkil etmə, beşincisi xarakterizə etmə. Bəs və dəyərlər sistemində xarakterizə etmək də deyilir. Bəs psixomotor taksonomiyada hansıdır? Psixomotor taksonomiyada mütləq hərəkət olmalıdır. Fiziki inkişaf tənzimlənməlidir. Bunun birinci səviyyəsi oldu imitasiya. İmitasiyada adı üstündə təqlid eləmək, göstərilənləri təkrar eləməyimiz, vizual hərəkəti həyata keçirməyimiz və birbaşa müşahidə eləməyimiz, yəni əyani nümayişlə götürməyimiz. Hərəkəti vizual olaraq birbaşa müşahidə eləmək, hərəkəti etməyə cəhd göstərmək. Bir şəklə baxıb, məsələn, onu kopyalaya bilirəmsə, bu imitasiyadır. İkincisinin adı manipulyasiyadır. Manipulyasiya artıq hərəkətin fiziki icrasını həyata keçirməyim deməkdir. Mən hərəkəti artıq yazılı şəkildə və şifahi göstərişin üzr istəyirəm, təlimatıyla həyata keçirmiş oluram. Mən artıq yazılı və şifahi təlimatı oxuyub iş görə bilirəm, həyata keçirə bilirəm. Bəs dəqiqlik nədir? Dəqiqlikdə mən artıq vərdişləri müstəqil şəkildə yerinə yetirə bilirəm, müstəqil icra eləyə bilirəm. Məsələn, bildiyim resept əsasında tort hazırlaya bilirəm, tapşırığı icra eləyə bilirəm, hərəkəti göstərə bilirəm, hərfləri dəqiq yaza bilirəm, yeni öyrənənlərə tapşırığı nümayiş elətdirə bilirəm, dəqiq göstərə bilirəm
məharətlə yerinə yetirə bilirəm. Bəs artikulyasiya nə idi? Artikulyasiyada uyğunlaşmadır. Artıq mən uyğunlaşdırıb dəyişə bilirəm. Məsələn, robotun modelini düzəldə bilirəm. Sonra müxtəlif fəaliyyətləri birləşdirib ardıcıl formada yerinə yetirə bilirəm. Onları sürətli yerinə yetirə bilirəm. Bacarığı yeni vəziyyətə uyğun qura bilirəm. Bacarığı yeni vəziyyətdə formalaşdıra bilirəm. Sonra məhsulu yeni vəziyyətə uyğunlaşdırıb birləşdirə bilirəm. Bəs təbiiləşmə nədir? Təbiiləşmə artıq mən bacarığı avtomatik şəkildə yerinə yetirə bilirəm deməkdir. Bacarıq artıq vərdişə çevrilir və yeni fəaliyyət yaranmış olur. Yəni yeniliklər və özünəxas hərəkətləri ixtira eləyə bilirəm. Hərəkətləri təbii şəkildə icra eləyə bilirəm. Qısa müddət ərzində 20 səhifə yazı yaza bilirəm. Avtomobili dar küçədən asanlıqla keçirə bilirəm. Hərəkətləri inkişaf elətdirə bilirəm. Klaviaturaya da baxmadan yaza bilirəm. Qarşı qapıya 5 dəqiqədə 5 dənə top vura bilirəm. Qısa müddətə 100 səhifə kitab oxuya bilirəm və s. və s. Psixomotor taksonomiyanınkiler hansıları oldu deməli? İmitasiya oldu. İ hərfindən yadda saxlayın. İ, sonra ikincisi M manipulyasiya, D dəqiqlik, A artikulyasiya, T təbiiləşmə. İmdad sözündən yadda saxlayın. Həqiqətən də imdaddır. Yəni bu qədər şey var. Gəlin də bunları yadda saxlayın. İ, M, D, A, T, İ manipulyasiya, İ imitasiya, M manipulyasiya, D dəqiqlik. Çünki bunlar ardıcıl düşə bilər ki, ardıcıl psixomotor taksonomiyaya aid olanı seçin və proqramın yeni əlavə olunub mütləq yadda saxlamalıyıq. A artikulyasiyadır, T da təbiiləşmədir. Bunun da bir dənə ayrıca bir video izahını vermiştim. Oradan yadda saxlaya bilərsiniz. Bir testin üzərində bir mövzunu, həqiqətən də mövzu o qədər genişdir ki, gərək mövzunu başa salam ki, onun əsasında da testi deyəm. Yoxsa eləcə cavabı desəm, alaqaranlıq qalır. Deməli, burada 7-ci sualımızda cavab nə oldu? Burada imitasiya hansı oldu? Psixomotor taksonomiyaya aid olmuş oldu. 7C-dir. Keçək 8-ci. 8-ci sualda deyir ki, xətayı çaldıran döyüşünün nə vaxt olduğunu bilmədi. Burada terminoloji bilik ola bilməz. Niyə olmur? Çünki burada dəqiqlik var, dəqiq fakt var, tarix var. Onda bu spesifik olmalıdır. Deməli, A səhvdir. Xəyali yeni oyunlar hazırlamaqda sinif yoldaşlarından geridə qalır. Baxın, desəydik ki, xəyali oyunlar hazırlamaqda yeni sözü üzr istəyirəm, yeni sözü olmasaydı onda tətbiq olardı. Yeni oyunlar deyirdi. Mən artıq bunu yaratma götürürəm. Çünki yeni oyunlar hazırlamaqda sinif yoldaşından geridə qalırsam, deməli, bunun yaratma qabiliyyəti yoxdur. Amma eləcə oyunlar hazırlamaq olsaydı tətbiq olardı. C-yə baxaq. C-də deyir, Səxavət hər dəfə dərsi öyrəndikdən sonra dərsi özünə danışır. Özü sözü varsa metakognitivdir. Çünki özünü başa düşür, özünü dərk edir, gündəlik rejimi var, öz strategiyası var, özünün səhvini düzə bilə bilirsə bu metadır. Qənirə sinifdə qurulan debatda çıxış etməkdə tərəddüd elədi. Burada tətbiq yox, dəyərləndirmə mərhələsi. Çünki debat tənqidi təfəkkürdədir, dəyərləndirmədədir. Mən çünki dəyərləndirmədə artıq debatda çıxış eləyə bilirəm, artıq belə deyək də mövqeyimi müəyyən eləyə bilirəm, məntiqliyə əsaslandıra bilirəm, məntiqliyi yoxlaya bilirəm, mövqeyimi göstərə bilirəm, yanaşmamı əsaslandıra bilirəm. Ona görə D bəndi, debat varsa metakognitivdir, tənqidi təfəkkürdür, dəyərləndirmədir. Y-də nə deyir? Müəllim şagirddən özü haqqında fikirlərini yazmasını istəyir. Özü sözü varsa, yəni özü haqqında fikri varsa metadır. Deməli, Y bəndi doğrudur. 9-a baxaq. Problemi sistemli şəkildə həll eləyir. Çox adam buna məntiqi təfəkkür deyir. Xeyr, əgər mən problemi sistemli şəkildə həll eləyə bilirəmsə, deməli, mənim tənqidi təfəkkürüm var. Deməli, mən artıq verilənlərə tənqidi yanaşa bilirəm. Mən artıq səhvi düzü üzə çıxarda bilirəm. Nəyin yaxşı, nəyin pis olduğunu göstərə bilirəm, dərk eləyə bilirəm. Yəni, tənqidi təfəkkürdə mütləq və mütləq dəlillər, əsaslı, əsassız təsirlər olmalıdır. Sistemli şəkildə həll eləmək olmalıdır. Refleksiya, strateji biliklər, özünün zəif güclü tərəfini görməyin olmalıdır. Daha yaxşı yadda saxlamaq yollarını olmalıdır. Həqiqəti üzə çıxarmağa çalışma qabiliyyətin olmalıdır. Ədalətli, düzgün düşüncəni tələb eləyə bilməlisən. Dəqiq, rabitəli fikir ifadə eləyə bilməlisən və bu kimi fikirlər tənqidi təfəkkürdə olur. Amma desəydik ki, problemi ardıcıl şəkildə həll edir. Onda məntiqi təfəkkür olardı. Problemi nizamlı şəkildə həll edir. Onda məntiqi təfəkkür olardı. Amma
bir işi sistemli görmək üçün mən onun yaxşısını, pisini görə bilməliyəm. O da məntiqi təfəkkürdə olan yaxşısını, pisini görə bilmir. Tənqidi təfəkkürdə olan yaxşısı, pisini görə bilir. Ona görə 9-da C bəndidir, yəni 2-dir. 10-cu suala baxaq. Onda deyir ki, düzgün fikri tapın. Meymun çiçəyi xəstəliyinin təsirini necə görürsən? Yəni necə dəyərləndirirsən? Mən dəyərləndirirəmsə, deməli bu tənqidi təfəkkürdür. Meymun çiçəyi də məşhurlaşıb deyə Allah zəhməsin. O da ağlıma gəldi, elə xəbərdə verirdim, onu da burası tabavit elədim. Əlavə elədim ki, tək xeyrini görək. Düzdür, həyatda xeyrini, tək ziyanını görməyək, xeyir lazım deyil. Burası burada əlavə elədim. Meymun çiçəyi xəstəliyinin təsirini necə görürsən, yəni necə dəyərləndirirsən? Bu tənqidi təfəkkürdür. Çünki necə görürsən, necə dəyərləndirirsən, fikrini necə əsaslandırırsan, necə müdafiə edirsən, nə bilim, hər hansı bir belə deyək də dəyərləndirmə, söylədiyim fikirləri, arqumentləri əsaslandırmaq tənqidi təfəkkürdədir. Deməli, bir yanlışdır, doğrunun hatta yanlış olmaz. Səmərəli öyrənmək tənqidi təfəkkürdədir, məntiqidə yox. Deməli, doğrunun hatta yanlış olmaz. Vəziyyətlə bağlı uyğun və vacib fikirləri müəyyən eləmək məntiqi təfəkkür deyil, tənqidi təfəkkürdür. Çünki vəziyyətlə bağlı, eləcə desəydik ki, vəziyyətlə bağlı fikri müəyyən eləmək, bu məntiqi olardı. Amma vəziyyətlə bağlı uyğun və vacib fikri tapmaq üçün mən gərək ələkdən keçirəm o fikirləri. Səhvi düzü tuta biləm, ona görə tənqidi. Yanlışın hatta doğru. Yanlışın hatta yanlış verirsə doğrudur. Debat və modelləşdirmə üsulları yaradıcıdır. Xeyr, bayaq dedik ki, debat hardadır? Səhvi düzü tuta bilmə, əlbəttə tənqidi təfəkkürdə. Yanlışın hatta yanlışdır, doğru götürülür. Deməli, cavab 3-4-dür, A bəndi. 11-ə baxaq. Deyir ki, cədvələ əsasən səhv fikri müəyyən eləyin. Ümumiyyətlə, bu taksonomiyanın mərhələlərində biz üsullara da diqqət eləyək. Məsələn, bilmə mərhələsində hansı üsuldan istifadə oluna bilər? Əlbəttə ki, əqli hücumdan, klasterdən, təqdimatdan, müşahidədən, bəs anlama mərhələsindən hansından istifadə eləyə bilərəm? Anlama mərhələsində isə mən proqnoz verə bilərəm, diskussiya ola bilər. Bəs tətbiq mərhələsində nə deyə bilərik? Problemin həlli, rollu oyunlar və s. Təhlildə də debatda ola bilər, debat dəyərləndirmədə də ola bilər. Modelləşdirmə, kub, yaratmada hansı aid olar? Yaradıcılığa əsaslanan üsullara aid ola bilər. Bəs dəyərləndirmədə hansı olar? Dəyərləndirmədə də meyar üzrə qiymətləndirmə, debatı götürə bilərik. Ona görə burada cavab 3-dür. Burada indi gəlin 11-ə baxaq. Klaster əqli hücum üsulları anlama mərhələsinə aiddir. Xeyr, bilmə mərhələsinə aiddir. Çünki klasterdə mən klasteri çəkirəm, mənim bildiklərim. Məsələn, deyirəm ki, nitq hissələr hansılardır? Əsas nitq hissəsi, köməkçi nitq hissəsi. Əsaslar hansılardır? İsim, sifət, feil, zərf, köməkçilər hansılardır? Qoşma, bağlayıcı, ədəd falan. Yəni, belə klaster çəkə-çəkə gedirsən. Əqli hücumda onun kimi sual versən, ona cavab verir. Yəni, mən bilib ona cavab verə bilərəm, anlamağıma ehtiyac yoxdur. Bəlkə kitabdan əzbərləyib də deyirəm, yadımda qalıb deyirəm. Deməli, bu bilmə olmalı. Doğrunun hatta yanlışdır. Bunu götürürük, çünki bizdən səhv fikir istəyir. Səhv fikir deyəndə doğrunun hatta yanlış, yanlışın hatta doğru axtarmalıyıq. Sonra diskussiya üsulu anlama mərhələsindədir. Doğrudur, çünki mən müzakirə edirəm, başa düşmüşəmsə müzakirə eləyə bilərəm. Doğrunun hatta doğru verir. Rollu oyun üsulu tətbiqdədir, çünki mən orada iş icra eləyirəm. Yanlışın hatta doğru verib, yanlışın hatta yanlış veribdir. Və müşahidə təqdimat üsulları bilmə mərhələsindədir. Doğrudur, çünki mən müşahidə eləyirəm, təqdimat eləyirəm, bildiyim şeyi bilmə mərhələsində doğrudur, amma yanlışın hatta deyil, səhvdir. Deməli, doğrunun hatta yanlış, yanlışın hatta doğru olan 1-4-dür, 11 B bəndi olmuş olur. 12-ci suala baxaq. Doğru fikirləri deyir, müəyyən eləyin. Addımlar arasında bağlılığın pozulması bu ardıcıl düşünmə formasıdır. Bəli, doğrudur. Ümumiyyətlə, bu düşünmə formaları var. Məntiqi təfəkkürü formalaşdıran düşünmə formaları hansılardır? İnduksiya, yəni induktiv düşünmə, deduksiya, deduktiv düşünmə, üçüncü ardıcıl düşünmə, dördüncü verbal düşünmə, beşincisi qeyri-verbal düşünmə, altıncısı sistemli düşünmə, yedincisi analoji düşünmə və yaxud da analogiya deyilir. İnduksiya odur ki, induksiyada əsasən abstrakt düşüncə formalaşır. Formal əməldə abstrakt düşüncə inkişaf etməyə başlayır. Deduksiyada duxdur, ümumidən xüsusiyyət, uxundan yadda saxlayın. Bunu da izahını ayrıca vermişəm, onu da linkini atarım, baxarsınız. Ümumidən xüsusiyə gedir, induksiyada isə xüsusidən ümumiyə gedir. Yəni, deduksiya böyük fikirdən kiçik fikrə gedir, induksiyada kiçik fikirdən böyük fikrə gedir.
Ardıcıl düşünmə nədir? Ardıcıl düşünmə adı üstündə. Mən bir işi ardıcıl yerinə yetirirəm, mərhələli düşünürəm, addımlar arasında bağlılığı pozmuram. Verbal düşünmə nədir? Verbal düşünmə səsli formada düşünürəm. Danışaraq düşüncələrimi yönəldə bilirəm, dilə gətirə bilirəm. İnsan öz-özünü eşitməsi, insan öz-özündən danışması, test işləyəndə danışa-danışa işləmək bu verbal düşünmədir. Qeyri-verbal düşünmə nədir? Qeyri-verbal düşünmədə məsələn nəticələri planlaşdırıram, şəkil yaradıram, danışmadan düşünürəm, danışmadan cızma-qara eləyirəm, nəticələri görə bilirəm. Sonra informatika, riyaziyyat fənlərində məsələləri həll etmək bu qeyri-verbal düşünmədədir. Çünki səsli olmur. Diaqramı oxuyub çəkmək, elə insan var səsli edir, onda verbal düşünmədir. Sonra nə bilim, danışmadan düşünmək dedik. Bəs sistemli düşünmə nədir? Sistemli düşünmə məsələni hər tərəfli düşünmək, məsələyə hər tərəfli baxmaq, kompleks şəkildə baxmaq, ideyaları hissələrə parçalama bilmək, sonra vaxtdan səmərəli istifadə edə bilmək, anlayışı təhlil edə bilmək, verilənləri qruplara bölə bilmək və s. Yəni bunun kimi də sistemli düşünmə. Bəs analoji düşünmə nədir? Yəni analogiya bayaqlar dedik ki, iki müxtəlif əşyalar arasında oxşarlıq tapa bilirəmsə, hadisələr arasında oxşarlığı müəyyən eləyə bilirəmsə, bu analogiya olmuş olur. Deməli burada da bizdən nə istədim? Birinci doğrudur. Proqnoz verə bilmək verbal düşünmədə deyil. Verbal düşünmə, deməli birincisində deyir addımlar arasında bağlılığın pozulmaması. Bu ardıcıl düşünmə. Bayaq dedik ki, ardıcıl düşünmədə mütləq bağlılıq olmalıdır, ardıcıllıq olmalıdır. Proqnoz verə bilmək qeyri-verbaldadır. Çünki qeyri-verbalda incə dedik ki, danışmağıma ehtiyac yoxdur. Yəni verbalda danışılmalıdır, amma qeyri-verbalda danışmağa ehtiyac yoxdur. Məsələn, diaqramı oxuyub çəkmək, vizual mühakiməni formalaşdırmaq, maket yaratmaq, cədvəli oxuyub çəkmək, yəni bunlar qeyri-verbaldadır. Səsli formada düşünmənin formalaşması verbal düşünmə doğrudur. Eyni vəziyyətdə şəxslərin və hadisələrin müqayisəsi analogiya aiddir. Boş adamın xətasına aid deyil. Kompleks şəkildə məsələyə yanaşmaq sistemli düşünmədir. İncə dedik, sistemlidir, kompleks, hər tərəfli varsa sistemli düşünmədir, doğrudur. Əsassız mühakimə yürütmək sirkulyar arqumenta aiddir. Çox mənalı danışmağa yox. İndi onu izah eləyəcəm onu. Nə deməkdir onlar? Üzr istəyirəm. Və hadisələrə soyuq yanaşmaq. Hadisələrə soyuq yanaşmaq boş adam xətasına aiddir. Deməli, burada cavab oldu 1, 3, 5. Y bəndi. İncə dediyimiz o sirkulyar arqument boş adam xətasında videosunu var. Onu da linkini ataram, baxarsınız. Ümumiyyətlə, bu məntiq xətaları nədir? 7 dənə məntiq xətası var. Həddən artıq ümumiləşdirmə, özünü bənzətmə, cəmiyyət tərəfindən qəbul edilmək, şəxsi qərəzlik, boş adam xətası, çox mənalı danışmaq və sirkulyar arqument. Həddən artıq ümumiləşdirmə nədir? Yəni, həddən artıq ümumiləşdirmədə 1-2 nümunəni hər kəsə, bütün qrupa aid eləyirsən. Yəni, birinci nümunə verilir, sonra çoxluq verilir. Verilən nümunəni çoxluğa aid eləyirsən. Məsələn, bir adam xoşlamsan, hamının da onun gözünə qaçsın. Özünü bənzətmə nədir? Özünü bənzətmədə hər hansı hörmət edilən şəxsin seçiminə inanırsan, ən məşhur olan şəxsə inanırsan, dəbdə olan bir şeyə qibt eləyirsən, məşhur şəxslər, məşhur şagird, pərəstiş elədiyin şəxs, simpatiya duyduğun şəxs, digər şagirdlə və insanla müqayisə, yəni özündən üst pilləyə qoyursansa, bu özünü bənzətmədir. Bəs cəmiyyət tərəfindən qəbul edilmək nədir? Burada da çoxluq plus nümunədir. Həddən artıq ümumiləşdirmədə nümunəni çoxluğa aid eləyirsən, amma cəmiyyət tərəfindən qəbul edilmək çoxluq plus nümunədir. Yəni çoxluğun qəbul elədiyinin yaxşı olduğunu düşünürsən. Məsələn, hamı Facebookdan istifadə edir deyirsən, mən deyirəm. Hamı TikTok çəkir deyirsən, mən də çəkim. Bu onun kimi. Sonra şəxsi qərəzlik nədir? Şəxsi qərəzlikdə bayaq dedik, yoldaşına etdiyin əmələ görə xoş münasibət bəsləmirsən, qarşındakının ideyasını qəbul eləmirsən, onu görəndə qutuda ilan görürsən, yəni bu da şəxsi qərəzlik. Boş adam xətası nədir? Bunlar yeni əlavə olunanlardır. Həqiqətən də çox məntiqsiz bir şeylərdir, amma yenə də niyə əlavə eləyirlər? Ağa deyir, sürdəriyə. Boş adam xətası nədir? Məsələn, hadisələrə soyuq yanaşıram, əsas problemi kənara qoyub boş-boş danışıram. Məsələn, məsələni bilə-bilə fərqli istiqamətə yönəldirəm. Problemi həll yolu düşünmək yerə boş-boş danışıram. Dediyin sözün mənasız olması, deyilən əsas argumenti kənara qoyuram. Məsələn, deyirəm ki, Gəncədə çoxlu əhali var. Yarım milyon əhali var. İnsan, yəni belə də, insan əhali çox artıq. Deyirəm, Gəncədə adam var ki,
Yəni boş-boş danışıram. Yəni əhəmiyyətsiz, mənasız bir fikirdir. Sonra çox mənalı danışmaq nədir? Çox mənalı danışmaq söz oyunu da deyilir buna. Dediyin sözə fərqli istiqamətlərə çevirə bilirəm. Fərqli mənada anlaşılan sözlərdən nitqimdə istifadə edirəm və auditoriyanın fikrini yayındırıram. Məsələn, deyirəm ki, Sadət, dərsdə saçınla çox oynayırsan, saçını oynama. Deyir, mənim saçımla oynayamam ki, əlimi saçıma vururam. Yəni mənasızdır, çox mənalı danışır. Və sirkulyar arqument nədir? Sirkulyar argumentdə artıq eyni şeyi təkrarlayıram, əsassız mühakimə yürüdürəm, fərqli argument gətirmirəm, əvvəldən deyilən fikrə sadəcə dəyişərək istifadə eləyirəm, başqa dəlil gətirmirəm. Məsələn, biri əlindən nazik paltar geyinibdim dərsdə, deyirəm ki, Sadət, əlini həmişə qalın elə, qalın paltar giyin, soyuqda və deyirsiniz, hə, müəllim, qalın paltar giymək lazımdır, amma əlində nəzikdir. Məsələn, kimsə siqaret çəkir, deyirsin, siqaret çəkmək, uşağın yanında siqaret çəkmək olmaz. Deyir, hə, siqaret çəkmək olmaz, amma buradan tüstülür. Yəni, olmaz. Bu olur sirkulyar, bu da olmuş oldu sirkulyar arqument. Yəni bunları da izah elədim ki, başa düşəsiniz. Bunun ayrıca bir video izahı var. Keçək 13-cü suala. 13-cü sualda deyir, klaseri tamamla, mövqe bildirmək, məntiqiliyi yoxlamaq, meyar üzrə müəyyən eləmək. Əlbəttə ki, bu hansına aid olmuş olur? Dəyərləndirməyə aid olmuş olur. Çünki mövqe bildirirəmsə, əsaslandıra bilirəmsə, məntiqiliyi yoxlaya bilirəmsə, məntiqiliyi yoxlamaq məntiq təfəkkür deyil, ha. Yəni onun səhvini düzgün tuta bilirəmsə, meyar fikir varsa, dəyərləndirmədir və metakognitiv bilikdir, tənqidi təfəkkürdür. Baxaq görə hansı dəyərləndirməyə aid olur? Təkliflər irəli sürmək, hərənin öz təklifi var, bu yaratmadır. Fikirləri ixtisar eləmək, analiz eləməkdir. Birini ona çıxardır, birini arxaya. Təhlildir. Əsaslı müdafiə eləmək, bəli, dəyərləndirmədir. Əsaslı müdafiə, yəni səhvi düzü tuta bilirəm. Hekayəni oxuyub ümləşdirə bilirəmsə, konseptual bilikdir, yəni anlamadır. Kimyəvi prosesi modelləşdirə bilirəmsə, deməli, icra eləyə bilirəm. Prosedural bilikdir, yəni tədbiqdir. Ona görə C bəndi o olur. 14-ə baxırıq. Hə, bir də onu deyim ki, 13-cü sualda məsələn, mövqe bildirməyin yerinə sual şərəsi qoyub, o biriləri yaza bilər. Və ya da məntiqliyi yoxlamaq, sual şərəsi qoyub, digərləri mövqe bildirmək, meyar üzrə müəyyən etmək yaza bilər. Yəni, elə də verə bilərlər. 14-cü suala baxaq. Cədvələ əsasən düzgün fikri müəyyən edin. Yəni, doğrunun adda doğru, yanlışın adda yanlış axtarmalıyım. İnformasiyanı qəbul etmək üçün diqqətli olmaq lazımdır. Bu, məqbul sayməyə aiddir. Emosional taksonomiyada bayaqlar dedim. Qəbul eləmək, stimullaşma, informasiyanı qəbul edirəmsə, bu doğrudur, məqbul sayıram. Robotun modelini düzəldə bilirəmsə, artikulyasiya aiddir psixomotor taksonomiyasında. Doğrudur, 1-lə 2 doğrudur, doğrunun adda doğru, doğrudur, D bəndidir. Aparatı cəld və tez formada idarə eləmək psixomotora aiddir, təbiiləşməyə yox. Daha doğrusu təbiiləşmə yox, nə deyil, təbiiləşmə psixomotorun içindədir, daha üzr istəyirəm. Psixomotorda təbiiləşmə doğrudur, amma yanlışın addadır seçənmərəm. Yazılı və şifahi təlimatı oxuyub qaydaları icra eləyirəmsə, psixomotora aiddir, bəli, manipulyasiyadadır, oxuduğunu icra eləyirəmsə doğrudur. Amma yanlışın addadır seçənmərəm. 15-ə baxaq. 15-də nə istəyir? Rollu oyun, düstur, alqoritm. Əlbəttə ki, bunları birləşdirən nədir? Tətbiq etmə, işi icra eləmə, prosedural bilikdir. Təcrübələri aparıb nəticələri izah eləmək. Mən burada analiz eləyirəm, səhvi düzü tapıram, təhlil eləməkdir. Yəni analiz eləyirəm, ayırd eləyirəm. Əsərdəki obrazların adlarını soruşuramsa, bu bilmə mərhələsidir. Refleksiyanı düzgün aparmaq, dəyərləndirmə mərhələsidir. Problemi həll etmək üçün dəyişiklik etmək yaratmadır. Çünki olmayan bir şeydən yeni bir şey yaratsan, sözləri cümlədə işlətmək, tədbiq, prosedurala aiddir, Y bəndi. 16-ya baxaq. Hədəf qoymaq, refleksiya, əlbəttə ki, bunları birləşdirən metakognitiv bilikdir, tənqidi təfəkkürdür, dəyərləndirmədir. Fəridə vurma cədvəlini digər uşaqlardan fərqli forma, fərqli olaraq daha yaxşı yadda saxlayırsa, deməli onun özünə xas strategiyası var. Özünə hədəf qoya bilər, özünün gündəlik rejimi var, idraki qabiliyyəti var, idraki biliyi var, strategiyası var. Ona görə metakognitiv olur. Bu A bəndi doğrudur. Mədinə müstəqillik gününün nə vaxt olduğunu bilir. Bu spesifikdir, dəqiq vaxtlar spesifikdir demişik. Sonra C bəndində deyir ki, Ramiz hekayəni oxuduqdan sonra mahiyyətini anlayır. Deməli, anlama mərhələsi konseptualdır. Kamilə kimya dərsində reaksiyanı edə bilir, işi icra edə bilir, tədbiq proseduraldır. Özüm həm biliyi, həm taksonomiya növünü deyirəm, mərhələsini deyirəm ki, yadda qalsın. Cəfər Türkiyə ilə Azərbaycan adət-ənənəsini əlaqələndirir, anlamadır, deməli başa düşüb konseptual olur. Cavab burada bəndi. 17-yə baxaq.
Neçə doğru cavab var? Qəbulda, yəni bu il belə türkdə də suallar sala bilərlər. Dediyin sözün mənasız olması boş adam xətasına aiddir. Bir səhvdir. Auditoriyanın fikrini yayındırmaq çox mənalı danışmağa aiddir. Sirkulyar arqumentə yox. Yola getmədiyin bir insana etiraz etmək şəxsi qərəzliyə aiddir. Deməli 1 2 3 səhvdir. Azərbaycan və Ermənistan hərbi qüvvələrini fərqləndirəmsə anlamışam, doğrudur. Diaqramı oxuyub çəkirəmsə qeyri-verbaldır, doğrudur. Şeirin ən təsirli iki misrasını müəyyən edə bilirəmsə təhlildir, doğrudur. 4 5 6, yəni 3 dənə doğru cavabımız var, o da Y-bəndir. 18-ə baxaq. Cədvələ əsasən səhv fikri müəyyən edin. Doğrunun adda yanlış, yanlışın adda doğru axtarmalıyıq. Klaviaturaya da baxmadan yazı yazmaq təbiləşmə səviyyəsidir, doğrudur. Psixomotordadır. Hərəkətləri müstəqil şəkildə yerinə yetirmək dəqiqlik səviyyəsidir, psixomotordadır, doğrudur. Göstərişlərə əməl etmək, cavab vermək səviyyəsindədir. Doğrudur, amma yanlışın addadır deyə seçə bilmərəm. Daha doğrusu da səhv, bizdən səhv istəyir onsuz da. Hərəkəti birbaşa olaraq vizual müşahidə eləmək, imitasiya doğrudur, amma yanlışın addadır deyə səhv olur. Deməli 3-4 yanlış, doğrular yanlışın adda deyə səhv olur. 3-4. 19-a baxaq. Düzgün fikir istəyir. Doğrunun adda doğru, yanlışın adda yanlış götürməliyik. Təcrübəyə cavab vermək, əlbəttə ki, reaksiya verməkdir. Cavab vermək olmalıdır. Doğrunun adda yanlış verib. Cütlərlə iş zamanı yoldaşlarını dəstəkləmək, dəyərləndirməyə aiddir. Doğrunun adda yanlış verib deyə seçənmərik. Özünün güclü və zəif tərəflərini əks etdirən cədvəl qura bilirəmsə təşkil eləyə bilirəm. Amma burada xarakterizə etmə verib səhvdir. Məsələni yoxlamaq, xarakterizə etməyə aiddir, təşkil etməyə yox. Yəni səhv verilib. Bizdən də düzgün fikir istəyir. Yanlışın adda yanlış varsa doğrudur. Deməli cavab 3-4-dür. Çünki özünün güclü və zəif tərəflərini əks etdirən cədvəl qura bilmək təşkil etməyə aiddir. Yanlış fikirdir. Yanlışın adda da yanlış doğrudur. Məsələni yoxlamaq xarakterizə etməyə aiddir. Yanlış fikirdir. Yəni yanlışın adda yanlış doğrudur. 3-4-ü götürürük. Və nəhayət 20-yə baxırıq. Doğru fikir istəyir. Doğrunun adda doğru, yanlışın adda yanlış axtarmalıyıq. Araşdırma üsulları prosedural bilikdir. Doğrudur. İnsanın öz-özünü tanıması metaqognitivdir. Doğrudur. Cavab A-bəndidir. Prinsiplər, strukturlar, nəzəriyyələr konseptual biliyə aiddir. Doğrudur, amma yanlışın addadır. Götürənmərik. Müşahidələr və abstrakt biliklər kontekstual biliyə aiddir. Doğrudur, amma yanlışın adda da seçə bilmərik. Bu qədər. Uğurlar. Bir daha təşəkkürlər dinlədiyinizə görə. İnşallah ki, başa düşübsünüz. Nəyə başa düşməsəniz aşağıda qeyd edə bilərsiniz. Dediyim kimi kanala abunə olmağı, like eləməyi, komment yazmağı unutmayın. Bu qədər. İnşallah növbəti sınaqda görüşərik. Uğurlar.